Salam qızlar, necəsiz? Sizi yeni bir vlogumdan salamlayıram. Bayramdan sonra çəkilən videodur. Biraz yer yığış etdim. Yəni elə böyük bir yer yığış değildi. Dəsmallar var idi, onları ütülədim. Sizlər necə qızlar? Bu ütü işini sevirsinizmi? Necə? Bəzi qızlarımız sevmir, deyirlər ki, yəni nə iş görüm, amma bir dənə bu ütünü ütüləməyim. Mənə ütü ütüləmək çox xoşdur, çox rahat gəlir. Əgər ütü rahatdırsa da, ütü masası rahatdırsa da, mənə çox rahatdır. Bir də qızlar, sizlərlə bir fikir bölüşüm. Bu ütü masası, yəni işqaflı ütü masaları çox mənə rahatdır. Mənim də əvvəllər o birisindən idi. Yəni o birisi ütü masalarından, onu rayonda qoyduğum üçün cehizim ondan idi. Mən yenidən bunu şkaflıdan götürdüm, amma çox rahatdır. Nəyə görə rahatdır? Bir fikir olaraq deyirəm. Yəni bu dəsmalları, çay dəsmalları olsun, istər ərüz dəsmalları olsun, sürmaları yaxşı genişdir. Sürmalarına rahat, yəni dolaplara yerləşdirmək, nəinki şkafda, dolaplarda yığmaq. Mənə bu daha rahat gəlir. Adamın əlindən tez də tutur. Rahat bilirsən ki, hardadır. Sizlər necə qızlar? Sizlərin də fikirlərinizi yorumlarda gözləyirəm. Dedim bir sizlərlə ütüləyə bir söhbət edərdik. Bayramı necə keçirdiniz? Bir iş düş sizləri yəqin ki yormuş olar. Yəni özümdən götürürəm. Özüm yəni bir iş düş adamı yorur. Nəinki o birisi bayramlardan bu bayramda daha çox bir düş olur. Ona görə yəni ki sizlər də yorulmuş olarsınız. Həmişə tək ki belə işlərdə yorulasınız. Yəni bayramlarda yorulasınız. Yəni xoş günlərinizdə yorulasınız. Yəni mənə elə gəlir ki belə yorğunluq, o qədər də yorğunluq hiss etmirəm, belə deyim. Düzdür, yoruldum, amma yəni o qədər də yəni demədim ki yoruldum. Bayrama çox ürəklə hazırlaşdım. Sizlər necə qızlar? Mən bu bayramı çox sevdiyim üçün ona görə də yorğunluğumu o bayrama həsr edirəm. Amma bir bu şey var ki, bu bayramda hər yeri təmizlədiyimiz üçün, div köşədən təmizlədiyimiz üçün, düzdür, nə qədər biraz bayramda bulaşsa da belə, amma hər şey təmiz olur. Yəni evdə div köşədən hər yer təmiz olduğu üçün mənə elə gəlir, daha mənə rahat olur. Sizlər necə keçirdiniz qızlar bayramı? Sizdə də yorğunluq oldu mu? Sizlər necə? Yəni sizdə fikirlərinizi gözləyirəm, hər birinizin yenə dediyim kimi. Bir də qızlar, sizə bir söz deyim. Sizlər necə? Bu dəsmalları sizlər də maşında atanda qaynatma rejiminə qoyursunuzmu, yoxsa yoxmu? Düzü, mən heç qaynatma rejiminə qoymuram. Yəni çox vaxtı dəsmalları, mən çay dəsmallarını əvvəllər əlimdə yuyurdum. İndi düzdür, atıram maşına. Amma yəni qoymuram qaynatma rejiminə. Sizlər necə qoyursunuzmu? Ləkə olarsa da bir qıraqda acı ilə o ləkəni aparıram, sonra maşına atıram. Yəni qaynatmaya qoymuram. Düzdür, o ləkəni o qədər də, yəni dəsmallarda ləkəni ləkələnməyə daha doğrusu qoymuram. Yəni tez-tez dəyişəndə o qədər də yəni ləkələnmir. İndi bilmirəm. Bəzən də acıya qoyuram. Sizlər necə? Amma mən qaynatmaya qoymasam belə, yəni maşının içərisinə persolu atıram. Onda da yaxşı olur. Yəni qaynatma olmasa belə persolu atıram. Yəni persolu işlədirəm. Siz bilmirəm persolu işlədirsiniz ya işlətmirsiniz.
mən işlədirəm. Yəni düzdür, qaynatma deyirlər ki, maşına ziyan edir, amma hələ qaynatmamışam maşında, qaynatmaya qoymamışam. Düzdür, mənim maşınım yenidir. Yəni təzə götürmüşdüm deyən, harca 2 ayın, 3 ayın maşınıdır. Hələ qaynatmanı istifadə etməmişəm. Yəni siz necə maşında dəsmalları atıb qaynadırsınız, yoxsa ayrı yerdə qaynadırsınız? Dədə-babadan, yəni gördüyümüz analarımızdan həmişə bir qabda, ayrı bir qabda qaynadardılar. Heç vaxt yəni maşına atılıb qaynadılmazdı. Mən elə görmüşdüm. Hər zaman anamın bir dənə dəsmallar üçün bir qab ayırmışdı. Həmən o qabda qaynadardı. Yenə deyirəm, əvvəllər bir ara mən də etdim. Sonra düzü sözü yəni etmədim. Belə olanda acıya qoyuram. Yəni ləkəni acıda çıxardıram. Ondan sonra maşına atıram. Gördüyünüz kimi yenə deyirəm, elə çox dəsmallar, yəni elə belə çıxan bayramda çıxan dəsmallar idi. Onları yudum, dedim ütülüyüm, bir sizlərlə də söhbət edim. Sizlərdən də bir fikir alım. Əgər bir fikir verdimsə də sizlərə də bir fikir olsun. Sizlərin də fikirlərini gözləyirəm yorumlarda. Hər birinizin fikirlərini gözləyirəm. Mənə də bir fikir olar sizlərin fikirləriniz. Yəni mən xoşlayıram əgər fikirlər kimdəsə mənfi deyəndə belə deyim, yəni demirəm hamını tərifləsin, amma yəni bəzən elə olur ki, heç bizim bilmədiyimiz nələrsə olur, hansısa böyüklərimizdən öyrənirik, kimlərdənsə öyrənirik və yaxud da kimlərinsə bilmədiyi olur, bizlərdən öyrənir. Mən elə bir şeyə pis baxmıram. Daha da istəyərəm ki, bilmədiklərimi böyüklərimdən öyrənəm. Kimlərdənsə fikir olsun. Bəzən elə olur, yəni kimsə xoşlamır ki, kimdənsə mən nəyisə öyrənim və yaxud da ki, kimsə mənə fikir bildirsin. Yox, mən elə sevirəm, yəni kimsə mənim əgər yəni təhqir var, bir tənqid var, yəni demirəm elə, yəni ən azından bir fikrini bildirərdi, bir məsləhətini, bəlkə hardasa bizlər də səhv edirik, yəni yaşlı insanlara baxanda, yəni biz də onların yanında uşağıq, yəni bizlərə də bir fikrini bildirərdi, belə deyim də. Yəni kimlərisə dinləməyi çox sevirəm. Hardasa səhv olanda, yəni kimlərsə o səhvimizi başa salmağı, belə deyim. Gördüyünüz kimi yekunlaşıram. Dəsmallarımı ütülədim. Yəni dedim bir yüngül iş idi, aradan çıxsın. İstəmədim ki, qalsın sonraya. Dedim elə bir nə kirlənibsə də atım maşına, yuyulsun, ütüləyim, qoyum, yığım yerinə. Yəni aradan çıxsın. Qaldıqca iş üst-üstə, iş də çoxalır, qalır işlər üst-üstə. Yəni bunları da dediyim kimi bu ütü masasının sürməsinə yığıram. Əlimin altında da tez bazar lazım olanda götürürəm. Yəni çay dəsmallarını ayrı yığıram. Əl üz dəsmallarını da ayrı. Süfrələri də yenə onu kimi. Hələ süfrələri yumamışam. Birinci dedim dəsmalları yuyum. Biz dünən bayramı keçirdik, 21-i. Bu günləri dedim həm dəsmalları yuyum, qurudum, ütüləyim, yerinə yığım. Süfrələri də indi atmışam maşına, onlar da yuyulsun. Sərim.
Onları da ütüləyim, götürüm, saxlayım. Yəni elə ondan sonra elə bir işimiz qalmır. Bayram təmizliyimiz də var. İnşallah hər birinizi xoş günlər arzulayıram. Xoş günləriniz olsun. Mən belə deyərdim, belə işlərdən yorulasınız. Həmişə xoş günlərdə işləyib yorulasınız. Bayramlarda, şadlıqlarda. Mən buna yorğunluq deməzdim, belə deyim. Kızlar, belə bir sürmaya yığdım. Yəni burada da əl üz dəsmallarım var. Düzdür, can dəsmallar bura böyük olduğu üçün heç vaxt bura yığmıram. Burada da süfrələri yığmışam. Gördüyünüz kimi sağ olun kızlar. Allah amanında qalın. Xoş günlər arzulayıram. Yeni videolarda görüşərik. Like etməyi unutmayın.